Bu budaq çox təhlükəlidir. Hörmətli izləyicilərim, xoş gördük. Yarpağın üzərində tordur və torun daxilində də tırtıllar var. Buna Amerika ağkəpənəyin tırtılları deyirik. Bunlar hamısı tırtıllardır. Bunlar tədricən böyüyə bilər və ağacın yarpağını bu cür məhv edə bilirlər. Bu tor özlərini mühafizə etmək üçündür. Günəşdən, təzyiqli sudan və s. bir çox proseslərdən özlərini mühafizə edirlər. Ağacın üzərində də meyvələr yetişməyə yaxındırsa və ya yetişibsə, bu zaman yaxşı olar ki, kimyəvi dərmanlardan istifadə etməyəsiniz. Bəs nə edə bilərsiniz? Ən azı heç olmasa yaxşı olar ki, bu cür baxın, torlu budaqları kəsəsiz, torlu yarpaqları kəsəsiz, bağdan uzaqlaşdırasınız. Və bunu biz buradan kəsirik aşağı hissədən. Bu budaq çox təhlükəlidir. Çünki bu budağın üzərində Amerika ağkəpənəyinin güclü nəsli inkişaf edir. Biz bu inkişafa heç olmasa dərman istifadə etməsək də bu cür bloklamalıyıq. 2-3 budağı kəsməklə, 5-6 yarpağı yığmaqla ağaca ziyan olmaz, narahat olmayın. Yaxşı olar ki, bunu axşam saatlarında edəsiniz və ya səhər sübh tezdən edə bilərsiniz. Amma daha yaxşı axşam saatlardır. Və bu cür biz bunları bağdan uzaqlaşdırmalıyıq. Yəni meyvə varsa ən yaxşı üsul bu mübarizədir.